Belarus prezidenti Aleksandr Lukashenko sərhədçilərə barmaq izi götürməyə icazə verən qanun layihəsini imzalayıb. APA xəbər verir ki, bu barədə Belta xəbər agentliyi məlumat verib. Sənəd barmaq izi götürülən şəxslərin kateqoriyalarının, eləcə də barmaq izi götürən və barmaq izi məlumatlarını almaq və istifadə etmək hüququna malik dövlət qurumlarının siyahısını yenidən nəzərdən keçirməklə Milli Təhlükəsizlik qanunvericiliyinin təkmilləşdirilməsini nəzərdə tutur. Qanuna əsasən dövlət sərhədini keçərkən sərhəd nəzarətindən keçən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, eləcə də beynəlxalq readmissiya müqaviləsinə uyğun olaraq deportasiyaya, Belarusdan çıxarılmaya və ya xarici dövlətə köçürülməyə məruz qalanlar üçün barmaq izi götürmək məcburidir. Respublikaya girişi qadağan edilmiş və ya arzu olunmaz şəxslər siyahısına daxil olanlar, həmçinin milli təhlükəsizlik maraqları üçün sərhəd xidməti orqanları tərəfindən barmaq izi qeydiyyatının aparılması barədə qərar qəbul edilmiş şəxslər daktiloskopiyadan keçiriləcəklər.